Hər bir sağlam övlad valideyn üçün bir mükafatdır. Sağlam olmayan övladsa valideyn üçün bir sınaqdır. Hər bir valideynin vəzifəsidir ki, öz uşağını cəmiyyətə və bəşəriyyətə müsbət xüsusiyyətlərlə zəngin bir fərd kimi yetişdirsin. O fərd yaşadığı sürəcə adam yox, insan olsun. Hamını başa düşən, hər bir hissi anlayan, dərk edən. Övlad mənə görə bir əsərdir. O əsəri valideyn sevərək başlayarsa, rənglərin mənasını anlayarsa, çox incəliklə toxunarsa, o əsər də göz oxşar və dillərdə müsbət danışılar, unutulmaz. Mənə görə qız uşağı ana əsəri, oğlan uşağı ata əsəri sayılır. Əgər kimsə övladından, yəni əsərindən narazıysa, günahı heç kimdə yox, özündə axtarsın. Əgər əsərdə nəsə bir problem varsa, demək ki, rəssamdadır günah. Əsəri başlamamışdan əvvəl fırça tutmağı insan bilər, rənglərin mənasını bilər, rənglərin oxşar və fərqli cəhətlərini bilər, rəng uyğunluğunu bilər, sonra məndə fırçanı tutub əsərini çəkər. Yəni, bunları bildikdən sonra insan əsər çəkərsə, onun əsərində heç bir yanlışlıq olmaz və heç kim onun əsərində bir nöqtədə belə qüsur tapmaz.